Salam, hər vaxtınız xeyir. İndi yazacağımız integral. Bundan əvvəlki videoda yazdığımız integralın ikinci həll üstü olacaq. İntegral tangens kub x dx-in ikinci həll üstü yazmaq üçün biz əvəz etmə metodundan istifadə edirik. Əgər tangens x-a bir t desək, hər tərəfi arctangesləsək, x-imiz bərabər olacaq. Arctangens t. Bu əvəzləməni bizə verilmiş integralda nəzərə alsaq, onda bizim integralımız olar t kub d arctangens t. Göründüyü kimi tangens x-in yerinə t yazdı, x-in yerinə isə arctangens t yazdı. Bu da bərabərdir integral. Bundan sonra arctangens t-ni diferensial şəxs altından çıxardarıq. Bilirik ki, arctangens t-ni diferensial şəxs altından çıxardanda törəməsini tapmalıyıq. Arctangens t-nin törəməsi bizə 1 bölünsün t kvadrat plus 1 verdiyi üçün, onda bizim integralımız olacaq. İntegral t kub bölünsün t kvadrat plus 1 dt şəklində. dt. Bu da bərabər. Biz yenidən t kvadrat plus 1-ə t kvadrat plus 1'e 1 y desək və buradan t'ni tapsaq, t'miz nəyə bərabər olacaq? Kök altı y'miz. Apardığımız bu əvəzləməni bu integralda nəzərə alsaq, bizim integralımız olacaq. İntegral surətdə kök altında y minus 1'in kubu, mərkəzdə də t kvadrat plus 1'ə bir y dediyimiz söz olacaq məxəl. Y d t'miz nəyə bərabər demişdik? Kök altı y minus 1'ə. Deməli, integralımız bu şəklə düşdü. Bu da bərabərdir. Bundan sonra biz kök altı y minus 1 diferensial şəxs altından çıxardarıq. Bilirik ki, kök altı y minus 1 diferensial şəxs altından çıxarmaq törəməsi tapılacaq və törəməsində 2də 1 yarandığı üçün 2də 1'i integral işarəsinin qarşısında yazaram. Surətdə olan kök altında y minus 1'in kubu məxrəcdə y olduğu kimi qalacaq. Bir də 1 bölünsün kök altı y minus 1 yarandığı üçün məxrəcdə yaranan kök altında y minus 1 y. Bu da bərabərdir 2də 1 2də 1 integral kök altı y minus 1'in kubu bölünsün kök altı y minus 1. Bilirik ki, böləndə üstlər çıxılır. Surətdə olacaq kök altı y minus 1'in kvadratı və kök altı y minus 1'in kvadratından çıxacaq y minus 1. Məxrəcdə də y olduğu kimi qalacaq. dy. Bu da bərabərdir. 2də 1 integral y minus 1 bölü y dy mən 2 integralın fərqi şəklində yazaram. Onda olar 2də 1 integral y-ilə böləndə 1 qalır. Deməli, 2də 1 integral dy olacaq burada. Çıxılsın 2də 1 integral. Burada da 1 bölsün y dy olacaq. Yəni, y bölsün y. Bərabərdir. Nəyin törəməsi bizə 1 verir? Y-nin törəməsi qarşısında da 2də 1 olduğu üçün orada y bölsün 2 minus. Nəyin törəməsi bizə 1 bölü y verir? Y-nin törəməsidir və qarşısında 2də 1 olduğu üçün məxrəcdə burada 2 surətdə olacaq. Burada y c-yə. Bu da bərabərdir. İndi isə biz nəyə y demişdiksə, gətirib cavabdan yerinə yazarıq. T kvadrat plus 1 demişdik. Onda olacaq 2də t kvadrat plus 1 minus
2'də elin modulda burada da linear t kvadrat plus 1 yazırıq. Olur elin modulda t kvadrat plus 1 plus c. Bu da bərabərdir. İndi isə tangents x-ə t dediyimiz üçün t'lərin yerinə tangents x yazarıq. Ola tangents kvadrat x bölünsün 2 üstə gəlməsin 2'də 1 minus 2'də elin tangents kvadrat x plus c. Bu da bərabərdir. C bütün sabitləri əvəz elədiyi üçün burada 2'də 1 yazmağımızın mənası yoxdur. Deməli, elin də qarşısında burada elin modula t kvadrat plus 1 bölü 2'nin qarşısında mənfi olduğu üçün qarşısındakı mənfisini yazarıq. Bundan sonra bərabər olacaq tangents kvadrat x bölünsün 2 minus elin tangents kvadrat plus 1'in yerinə 1 bölünsün kosinus kvadrat x yazarıq. 1 bölünsün kosinus kvadrat x yazaraq kosinus x-in üstündə mənfi 2 şəklində bölünsün 2 plus c. Bu da bərabərdir. Bu da bərabərdir. 2'də tangents kvadrat x mənfi 2'ni elinin qarşısına atanda plus olacaq. Və qarşıda yenə 2 yaranı, məxrəcdə 2 olduğu üçün 2'lər gedəcək. Qalacaq elin modulda kosinus x plus c.